əvvəldən deyim ki, bu reklam deyil. Gəlmişəm adaşımın yanına, indi göstərəcəm sizə. Çox maraqlı bir təmir dizayn şirkəti açıbdır Ağşəhərdə. Bir sahibə bu şirkətin özəlliklərini saysam, deyərsiniz ki, buldum belə bir şey yəni var Azərbaycanda. Mən özüm təəccübləndim mənə birinci deyəndə. İndi də o gözəlliyi, o keyfiyyəti sizə göstərmək istəyirəm. Zəhmət olmasa adaş, gəlin bir dənə oturaq, izləyicilərə onu izah edəyək. Görən qardaşım. Dostlar, yəqin Turalı tanıdınız, yəni ehtiyac yoxdur təqdimatına da. Deməli, bu Tural nə edib? Bu Tural çox səviyyəli bir dənə özünə tikili şirkət açıb. Burada olan şirkətin özəllikləri sizə əmin edim ki, yüzlərlə şirkətlərdə olmayan bir şeydir. Tikili şirkətlər haqqında heç bir xəttə dəymək istəmirəm, amma indi çox adam bilirdən avarda yox. Bu Tural bir dənə tədbik özü yaradıb da belə deyək. Apple Store-da yükləyirsən, onu öz sahibində onu görsət Tural. Təbii görsət izləyicilərə, hörmətli adamlar bilsinlər ki, yəni belə şeylər də Azərbaycanda var və çox razı qalacaqsınız. Bizim belə bir proqramımız var. Proqrama daxil oluruq. Burada biz bütün mənzillərimizin başdan izah elədə. Məsələn, sənlə gəlib bu gözəl sənin lüks ofisində müqavilə bağlamışam ki, mənim Aybiçdə 300 kvadratlı mənzilim var. Danışmışıq, şərtləşmişik, əl sıxmışıq sənlə və mən gelmişəm, mən iş adamıyam, mən bu gündə gələ bilmərəm. Usta yığmayacaq ki, onun xəstələnib, dədəm rəhmətə gedib, elə söhbətlər olmayacaq. Yox, biz korporativ iş görürük. Yəni bizdə o usta, bizdə ümumiyyətlə mühəndislər işləyir sahədə. Öyle verir, mən onu deyirəm də. O proqram nə işə yarayır? Gözəlliyi də onu bir dənə izah elə. Bu proqramla biz müqaviləmizi bağladıq. Deyək ki, dizayn müqaviləsi birinci başlayır. Dizayn bağladıq ki, biz 25 günə dizaynı təhvil verməliyik. Siz girirsiniz, dizaynın hər gün proqresini görə bilirsiniz oradan. Baxırsınız ki, məsəl üçün də bu gün işimizin 70% bitib, 78% bitib və s. belə. Bunda baxıram. Baxırsınız, özünüz görürsünüz. Oturmuşam kressoda, kofe qabağımda, burada görsənir mənim evimdə gedən işlər. Elə. Onu da açıq görsəklər riyazi izləyicilər. Mən belə şey görməmişdim. Dünyada da mən. Misal üçün hal-hazırda bugün bağladığımız müqavilədir bu. Giririk və dizaynın bitməsi üçün 21 gün 10 saat 52 dəqiqə 22 saniyə vaxtımız var. Müştərinin telefonunda bu göstərilir. Müştərinin telefonunda bu vaxtı görür. Gir sayta baxır. Əgər bu vaxt bitdisə və mən dizaynı vermədimsə, yəni deyək ki, bir gün gecikdimsə ki, başımıza belə bir şey gəlməyib indiyə qədər. Çoxlarında belə şey zaten olur. Yəni onu mən bilirəm, çoxlarında olur elə şey. Nə olur onda? Onda mənim qalan 50%-imi ödəmirlər. Və mən də haqqımı halal edirəm ki, qardaş, halal xoşum. Mən bir gün gecikmişəm, 3 saat gecikmişəm. 5 saat çox dürüst iş qurulsa, dostlar, çox dürüst iş qurulur. Bir saat müqavilə bağlayır. Dediyi vaxtda sənin şirkətimizə pulunu vermirsən də, yəni negativ hal olanda. Əvvəl. İndiyə qədər belə bir halına qarşı. Təbii, bura qoymuşa bilən oldu da. Eyni cür burada təmir prosesində. Deyək təmirə başladı, müqavilə bağladı ki, mən filan vaxt verəcəm. Eyni cür vaxtın dəqiqəsini, saniyəsini qururuq. Başladısa geri sayım, burada görsən saniyəyə göstər. Hal-hazırda 146 gün 10 saat 51 gün. Yaxın bir dənə görsən onları, bütün tədbiqi hamısını izah elə. Onlar da yüklə bilərlər də şeylər. Bu mən müştərilərimə özəl hesab açıram. Onlar ancaq müştərilərimə abunəlik verirsən. Abunəlik verirəm. Müqavilə bağladığın müştərilərə. Bəli, bəli. Gözəl. Misal üçün görürsünüz aşağıda saniyə gedir. 12 saniyə, 11 saniyə, 10 saniyə. 1 saniyə belə əgər gecikmişəmsə fərqi yoxdur. Vaxt bitib və mən işi yükləməmişəmsə proqrama, 1 saniyə belə gecikmişəmsə mənim son qalan 10% ödənişim eləmə haqqı var yaranır təmirin. Təmirin 10% nə deməkdir? Özün bilirsən. Böyük bir məbləğ. Əlbəttə ki, böyük məbləğ. Yəni bu sizin məsuliyyətin ujalla patoloqdur da bu. Yəni belə bir şey. Və ən gözəli çatan yaxşı söhbətlər yoxdur burada. Yox. Girirsən rəsmi şəkildə baxırsan ki, mənim işim gedir, getmir. Nə varsa onu görürsün. Misal üçün amma müddət nə qədərdir? Sözü kəsirəm. Müddət baxır 3 ay, dizayn müddəti və təmir müddəti. Yox, dizayn müddəti 15-25 gün arası çəkir hardasa. Təmir müddəti çəkir yay vaxtlarında 3 ay, maksimum ən belə deyək də uzaq bir mebelin yığılmasına bir yerdə 4 ay falan çəkir. Amma qış aylarında təbii ki, havadan asılıdır. Ona baxırıq, öncədən hava proqnozlarına baxırıq, nə olacağını təxmin edirik, bayram günlərini oraya veririk. O şeylər nəzərə bir də işlərdən binadan asılıdır. Misal üçün də sizə deyim, Nice Bridge-də çox işlərimiz var. Burada həftənin 6 bazar işləməyə icazə yox, axşam saat 6-dan sonra işləməyə icazə yox. Yəni elə binalar var ki, o binalarda 6 gün bizdə də bazar günü işləməyə icazə verilir. Elə bina var ki, 6 gün icazə verir. Yəni yarısına qədər, ya 4-ə qədər filan. Və ya səssiz işlərə icazə verilir. Həyət evləri, villalar necə? Həyət evləri, villalarda orada
rahat olaraq. Çünki o götürürsünüz də sifariş. Əlbəttə tikintisini, təmirini, belə eksteryerini, Necə olur? Ödəniş, yəni mən gəldim də ki, mən İbrahimlə gəlmişəm, salam əleykum, salam, mən villa tikirəm, mən də canı sizə vermək istəyirəm. Müqavilə bağlayırıq və o qiymətlər necə hesablanır? Ödəniş necə olur? O ən yaralı yerimizdir, onu çox qəşəng vurguladın. Deməli, bizdən çox soruşurlar ki, kvaratı neçəyədir təmirin? Qardaş, təmin kvaratını demək olar səncə neçəyədir? Çox adam TikTokda, Instagramda yazır da. Nəyə əsasən bilir? O mənə bilir. Mən evimə İspankeran qrantımı vururam, İtalyan parketimi vururam. Belə biçim olsun, sənin spotu qoyur, sən nə bilirsən bunu? 2 kvadratlı sənin bu ofisin. 230 kvadrat. 230 kvadratlı bu ofisin 300 minlik təmiri var. Elə ofis var ki, o 50 minlik təmir edir. Yəni bu dəyişən kvadrat eşiyə düzəldə bilmir axı. Bilə bilməz. Deməli bunlar nə edir? Sadəcə olaraq müştəri cəlb eləsinlər, biraz da pul alsınlar. Sən çox qarşılaşmısan. Manipulyasiya edirlər də. Pulu biraz alsınlar, sonra başlayır o şey. Atam rəhmətə getdi. Nənəmin nəvəsinin toyundayam. Bizim başına gələcək. tikintiyə çağırmışlar ki, buranın təmirini siz görün. Gəldik tikintiyə. Siyaşqa bilirsən, beton siyaşqa. Siyaşqanı əlimizlə qazdıq, əlimlə. Bax mən qazmışam. Səhifədə videosunu paylaşmışam. İçindən istipolu götürdüm, əlimlə tutdum. Dartdım, çıxartdım istipolu. Bunu mən əlimlə eləmişəm, heç bir alət işlətmədən. Yəni xanım bizə deyir ki, bəs buranın təmirini neçə eləyərsiniz, nə bilim nə? Dedim biz ümumiyyətlə buranın təmir eləmədik. Belə bir Mənim bir müştərim deyir ki, müqavilə bağlayıb sizlə. Həmin müqavilədə nə isə dəyişiklik olub, o öz hesabınıza eləmiş. Biz 16 min. Amma jest eləmiş. Eləyirik. Biz həmişə sifarişçilərimizə bacardığımız jestləri eləyirik. Çünki nəticə olaraq müəyyən bir müddət, 3 ay, 4 ay, 2 ay, nədirsə birlikdə bir vaxt keçiririk, birlikdə bir kontaktımız var. O müddətdə də ancaq veriyək də özümüz kimi təqdim eləmək istəyir. Hər pul da alınacaq açıb, nə bilim, heç biz sifarişçilərə ödənişlə bağlı narahat eləmirik. Belə deyim də, belə deyim də, hörmətli izləyicilər, bizdən də 1000 dəfə yaxşı bilirsiniz. Ucuz ətin şorbası dadı olmur da. Biz bahalı işləmirik ki, biz orta, biz ucuza qaçan udmur. Ucuza qaçan 2 dəfə təmir edir. Normal qiymətə qaçan 1 dəfə təmir edir. Bu yəni minlərlə, 10 minlərlə insanın başına gəlir. Əziz qardaş, söhbət nədir? Gəlirsən təmir qiyməti. Mən hesablayıram, deyirəm ki, məsələn, təmir qiyməti 50 mindir. Başqa biri də deyir ki, 30 mindir. Burada sən altında bir nəsə axtarmırsan bu söhbətin ki, niyə bu 20 min? Mən bilirəm, o piramid eləyir. Səndən 30, ondan 30, birdən 40 alıb, 5-in pulu ilə birini evi təmir edir, 4-ün pulu ilə aborot edir. Biz oturup... Amma axırda bir də partlayır da. Partlayır. O, kimdirsə yazı pul verən evi tikilmir sonunda. Yəni, uçunum orada olur da. Yaxşı işləyən bizim kimi o qədər şirkətlər var ki, onlar da hörmətdən düşünürlər. Sizin bir rəhbər var ki, TikTok və ya da başqa platformada yenə deyirəm, heç ofisi olmayan, küçədə onlayn gəzən, qalsu taxıb danışanlar çoxlar və görürsünüz. Mən də baxıb gidirəm onlara. Onlarla sizin işimiz qarşı, yarım milyonluq Lamborghini qoymuşum ofisə. Yəni belə dizaynerlərimizin motivasiyası. Hər şey bəlli. Düşünürlər, bunun obyektin içində bunlar pahalıdırlar. O Lamborghini bizim öz... Qoç imzası versən deyil. Dostlar, deməli, Ataş işi necə qurub? Bu Lamborghini qurub və burada ümumiyyətlə 85-ə yaxın çalışanı var da. Dizayn, ofis daxili və ofis xarici. Deyib 4 il ərzində ən yaxşı işçiyə, öz işi ilə seçilən işçiyə 4 gün sonra hədiyyə verəcək. Motivasiya var. Kompüter yiyirlər, dizayn yalancı kompüter yiyirlər burada. Yəni belə deyib, kimə bunu versə yiyirlər. Elə fikirləşib, bəs o motivasiya ilə işləyən dizaynerin işi digər dizaynerlərin işinə neyin ola bilər səncə? TikTokla bir ola bilir. Buradan sifarişçi də qazanır, dizayner də qazanır və mən də qazanırım. Çünki iki tərəfdə xoşbəxtdirsə mən qazanmış olaram avtomatik. Uzun sözün qısası, bir yerdən çöldən icazə verir. Bir dənə burada təmir işləsinə bir şey qalmalı. Amma o tətbiq göstərir. Bunu mütləq ən önəmli. Bax təmirdə girirsən misal üçün. Bütün proqresi görürük. Misal mənzildə 56% proqresimiz var. Demontaj işi görülüb, montaj, santexnika 90% bitib, elektrik 80% bitib. Girir gör nə bitib ümumiyyətlə mənzildə. Girib baxırıq ki, qardaş, xəttlərimiz çəkilib. Yəni bu səliqəli, səhmanlı, belə deyək də, yəni müştəri girir bunlardan tanış olur. Məsəl üçün nə bilim montaj prosesinə girir, baxır ki, adlarını yazmısan hamısını. Hamısı bir-bir göstərir. Montaj prosesi. Şimdi bunu görüb oğrayıb o proqramı açmağa çalışsalar, plagiatlar. Açsınlar da bunu eləyirlərsə, deməli düzgün işləməyə başlayır. Eləyə bilərlərmi yəni o proqramı? Aça bilərlər. O ilk sənə eləmişsən də böyle dünyada. Yəni olsun da eləsinlər də mən ziyan tapmayacağam. Yəni ki, sənə xətti belə eləməz yəni. Yox, niyə deyək ki, mən özüm də boş dayanmayacağam da, mən də başqa bir şeylər. Hə, sən də dayanmayasan. Yeniliklə bu əsl rəqabətdə tikinti sektorunda yenilik. Eləsinlər, xoşdur mənə, nə gözəl. Yəni qardaş işi bilən insan işi görsün, xoşdur.
keyfiyyətli iş görsün, xoşdur. İnsanlar da güvənsin. Xaricdə dizayn şirkətləri onun üçün var ki, mən özüm təmin edərsəm dizayn şirkətindən baha eləyəcəm, dizayn şirkəti daha ucuz eləyir. Birinci, ikincisi işim zövqlü görülsün, üçüncüsü, yəni burada xüsusi bir nəzarət var, hansı ki mən şəxsən onu qeyd edəməyəcəm, amma dizayn şirkətləri bunu edə biləcəklər. Yəni bu tip avantajlar, Azərbaycanda bu avantajlar hələ tam olaraq bilinmir. Amma bunu zamanla Yavaş-yavaş. sənin sayəndə məsələn təqdim edəsən biləcəklər. İnşallah. Yəni bu cür yavaş-yavaş bilinəcək. Abi redesign luxury yerlər sən al, Instagramda da, bir dənə də ofisi görsətsin, istəyirsən çöldə, ya belə naibiçi görsən, Ağşəhərdəndir, dəyərli çox elitli bir ərazidəndir. Bunlar paravan nədir? Paravan Kilomeqranit nədir? Paraket nədir? bu işimizdir, bu hobbimizdir. Sən də rap Yox, dinledin vaxtı. mən də yaxşı müştəri tapanda axırda da oynayırsın da, yəni həm müqavilə bağlayıram da. Dəyərli izləyicilərim, söhbətlər çoxdur, biz çoxdan dostlarıyıq. Yəni siz çox yorulmaq istəmirəm, bir 10 dəqiqədir başınız ağrınız, üzürlü sayın. Bura həqiqətən reklam deyil, dost qapısıdır. Gəlin, razı qalacaqsınız. Bu səviyyə tək-tük nadir hallarda var da şəhərdə. Keyfiyyətlə ki, səhifəsi zaten daha elədim. Girin baxın, daha artıq mən nə deyim. Gedim mən qardaş. Sağ ol, var ol. Görüşərik.